OTK-nın 2025-ci il 14 dekabr tarixində keçirdiyi 9-cu siniflərin buraxılış imtahanının ingilis dili sualları və onların izahları, qrammatika və short text və mətn izahı. 56-cı sualdan başlayaq. I bought new brushes to paint, to use brushes. Görürsünüz ki, brushesdən 2 dəfə istifadə olunub. Normalda 2 dəfə adı çəkiləndə article qeyri-müəyyənlik artiklı, ikinci dəfədə müəyyənlik artiklı D qoyulur. Amma burada cəm ismin qarşısına biz nə qoya bilmərik? An artiklı qoya bilmərik deyə. Birinci hissədə D variantında, Y variantında, C-də an olduğu üçün onları çıxırıq. İkinci hissəyə baxırıq, yenə də cəm isimdir. Və cəm isimlərin qarşısına əgər an artiklı qoyulmaz, ona görə A variantında ikinci hissəni də çıxırıq. B qalır. I bought new brushes to paint. To use the brushes while painting is amazing. Yəni ikinci dəfə onun haqqında söhbət gedir və anlayış olduğu üçün nə edirik? D artiklı qoyuruq. Cavabımız olur B variantı. 57-ci sualda Jessica didn't call when she was busy. Burada bilirik ki, inkar cümlədə bir cümlədə iki inkar işlənməz. Nothing, nobody də inkarlıq bildirir. Not da inkardır. Ona görə bu iki variant çıxılır. Təsdiq cümlədə some işlənməz, inkardan sonra işləməz, amma inkardan əvvəl işlənə bilər. Burada inkardan sonra ona görə some qoya bilmərik. Cavabımız olur Y variantı. Gəldik 58-ci suala. Diana looked at. Diana kimdir? She. She-nin də refleksiv pronounu, yəni qayıdış əvəzliyi nədir? Herself. Cavab olur A variantı. Diana looked at herself in the mirror before going out. Çıxmazdan əvvəl güzgüdə özünə baxdı. Yəni Diana özünə baxdı. Cavab olur A variantı. 59-cu sualda all the students did homework carefully. All the students. Nöqtələrdən sonra isim varsa bizə asılı yiyəlik lazımdır. Hers müstəqil yiyəlikdir. Özündən sonra isim tələb etmir. Gəldi, them obyekt aldı. Him obyektdir. Və B və C arasında qaldıq. Bütün şagirdlərdən söhbət gedirsə, theydir yəni. They'in də özündən sonra isim gələn forması they'dir. Cavab olur C variantı. Gəldik 60-cı suala. She answered the question. Answer. Variantlara baxanda bilirsiniz ki, sifət və zərf mövzusudur. Happily, happy, correct, correctly. Deməli, bizə nə lazımdır? Özündən sonra sifət tələb edən feillər lazımdır ki, yəni onlardan sonra biz nə zərf qoya bilmərik. Normalda biz feili gördüksə, ondan sonra zərf gələr. Amma bəzi feillər var ki, özündən sonra nə tələb edir? Sifət. Sim onlardan biridir. Deməli, ondan sonra necə olma? Ly gəlməz, zərf gəlməz, yəni. Qalırıq A, C, B arasında. Answer isə hərəkət bildirən feildir. Hərəkət bildirən feildirsə, özündən sonra mütləq zərf gəlməlidir. Yəni, sifət yox. Ona görə A-da çıxılır, correct. Correct B-də çıxılır. Qalır C variantı, correctly, ly. She answered the question correctly. O, deməli, suala doğru cavab verdi. And seemed happy və xoşbəxt göründü. Cavab olur C variantı. Keçək 61-ci suala. 61-ci sualda line of nouns isimlərin cərgəsini istəyir. Biz buradan sifətləri çıxaq. Y-də məsələn perfect gözümə sataşdı, mükəmməl. Essential vacib, deməli, burada mild yumuşaq, sonra deməli mülayim, private şəxsi, daha doğrusu məxfi, B variantı, shelter sığınacaq, ability bacarıq, qabiliyyət, küçündəki mətbəx, cavab oldu B variantı. 62-ci sualda this işarə əvəzliyi, yəni qısalar özlərindən sonra tək isim tələb edirlər və tək isimdə apostrof S olmalı idi. This teacher apostrof S olsaydı doğru olardı, ona görə bir yanlışdır. Soyadlar biz bilirik ki, S apostrofla işlənir. Soyad olduğunu hardan bilirik? The artiklından sonra böyük hərflə söz gəlsə, deməli o soyadlardır. Soyadlar da S apostrof olur, ikincisi doğrudur. Gəldik üçüncüsünə. Mr. Mrs.lər ümumiyyətlə apostrof S-dir, 3 doğrudur. These-dən sonra teachers apostrof olsaydı doğru olardı. Yəni these özündən sonra cəm isim tələb edir. Amma burada teacher tək isim gəlib. Ona görə 4 yanlışdır. 2, 3 cavab olur C variantı. 63-cü sualda nöqtələrdən sonra sugar var. Sayılmayan isimdir. Few sayılmayanlardan işlənməz. A few işlənməz. A lot-dan sonra ümumiyyətlə isim gəlməz. Many-dən sonra da cəm isim gələr. Ona görə cavabımız olur D variantı. We have much sugar left in the bowl. Gəldik 64-cü suala.
It was day in my life. In my life. Burada A variantı doğrudur. As exciting as. Yəni həyəcanlı. Mənim yəni həyatımda ən həyəcanlı bir gün idi, yəni adi dərəcədə as-in arasında adi dərəcə olar, doğrudur. Amma bizdə in varsa, in my life həyatımda ən olmalıdır. Yəni in, on, at bunlarda əsasən üstünlük dərəcə istifadə olunur. Özündən sonra məkan gələrsə və yaxud da bu kimi ifadələrdə həyatımda məsələn yediyim ən dadlı yeməkdir deyirik də. Həyatımda yediyim yeməkdir, dadlı yeməkdir, yox, ən dadlı. Və burada üstünlük olmalıdır. Much özündən sonra more tələb edir. Ümumiyyətlə heç müqayisəyə uyğun deyil bura. Exciting nöqtələrdən sonra tək isim varsa, mütləq o an article istifadə olmalıdır. It was an exciting day in my life. Məsələn, olsaydı yenə doğru olardı. Yenə də göstəricimiz var deyə exciting-i çıxırıq. More exciting müqayisə dərəcə olmayacaq. A more exciting olardı. Day çünki sayılan isimdir. Həmçinin B variantında da a much more exciting day. Cavabımız elə olur. C variantı. Bir dəqiqə. The most exciting. Çox hecalıdır. Çox hecalılar mostdan işlənir. Mostdan sonra sifət gəlibsə qarşısında D article olur. Çünki üstünlük dərəcədə sifətin üstünlük dərəcəsində D article mütləq olmalıdır. Cavab olur C. Keçək 65-ci suala. Uzlaşma dərsində əgər söz to, cümlə to'lu və yaxud da ing ilə başlayırsa, mütləq xəbər tək olmalıdır. Getting good results is very important for us. Bu doğrudur. ING ilə başlayıb xəbərimiz də isdir. Doctors of Rescue Team help the survivors. Ofdan əvvəlki, öndən əvvəlki sözümüz cəmdir. Xəbərimiz də help cəmdir, yəni S yoxdur. Cavab olur 2 doğru. Əgər feildə S varsa, o tək xəbər sayılır. Amma S yoxdursa cəm xəbər sayılır. Yəni cəm ismin xəbər sayılır. 2 doğrudur. Members of his family was in the restaurant. Ofdan əvvəlki sözümüz cəmdir. Was yox, were olsaydı doğru olardı. The meal in Indian cuisine contain. Meal indən əvvəlki sözümüz və söz öndən əvvələ baxırıq. Təkdir. Və burada contains olmalıydı. Ona görə bu səhvdir. Cavab olur 1 və 2. D variantı. D variantı. Keçək 66-cı suala. Attack hücum etmək, improve inkişaf etdirmək, feed isə bəsləmək. To make something better daha yaxşı edirsənsə bir şeyi. 2 gedəcək A. 1 attack hücum etmək. To try to hurt or damage someone or something. Bu olacaq hücum etmək, çalışmaq, incitmək və yaxud da zərər vermək nəyəsə və yaxud da kiməsə çalışaraq. Bu olacaq hücum etmək. To give food to a person or an animal, heyvana və yaxud da insana yemək vermək, bu olacaq bəsləmək, 3-də C. Deməli oldu 3C olan variant 1D-də, 1Y-dədir. 1-də də nə getmişdi? B variantı, cavab olur Y variantı. Many people enjoy visiting. Burada virtualdır. Museums on the internet. Antonimini istəyirsə bizdən real olacaq bu. Virtualın daha doğrusu antonimi real olacaq. Gəldik 68-ə. Digərləri sinonimidir onun. Online, digital, artificial. 68-də correct pair of synonyms. Cüt sinonimlər istəyir. Doğru cüt sinonimlər. Amazing, heyran edici, fantastic deyə bilərik. Similar, eyni, unlike, fərqlidir, differentdir. Ona görə bu səhvdir. Possible, mümkün, impossible. Bunlar antonimdir, çıxırıq. Terrified, frightened doğrudur. Delighted, pleased. Bu da doğrudur. Cavabımız olur 1, 4 və 5. Gəldik short textimizə. 69-cu sualda short textlərdə çox asandır işləmək. Nəyə görə? Nələrə fikir veririk əsasən? Zaman varsa zamana, tarix və bəzi free, discount sözləri, only, before, after, always, all. Yəni baxırsınız ki, həmişə bütünləşdirməli deyilsiniz də.
spesifik şeylərə fikir veririk, amma götürəndə ümumi məna çıxara da bilirik. Və yaxud da variantlarda cümlələr bəzən eynən qısa mətndə verilir, sinonimlə dəyişə bilər maksimum. Baxaq, mən mətni oxumuram, variantları mətndə axtarıram. The classes are before school. Classes are before school. Baxıram before hissəyə. Və yaxud after. We have fun things for children to do after school. Deməli, dərslər məktəbdən əvvəldir, yox, sonradır. Yəni, our classes include games in the gym. Dərslər deməli, burada before verilib, amma orada afterdır, səhvdir. The classes are during school time. Məktəb vaxtıdır, amma deyir məktəbdən sonradır. Ona görə bunu da çıxırıq. The classes are at the secondary school. Burada ümumiyyətlə secondary school yox, primary school verilib. Ona görə yanlışdır. Children can only cook in the classes. Only cook in the classes sözü var. Only. Yox. Çıxırıq. You can get more information online. You can find more details on social media. Eyni şeydir. Cavabımız olur Y variantı. Biraz söz ehtiyatı lazımdır ki, baxasan orada eyni ilə verilib, yoxsa more detail, more information, daha çox məlumat, daha çox detal. Online deyəndə sosial mediada onlinedır deyə. Find tapmaqdır, get əldə etməkdir. Demək olar eynidir. Cavabımız olur Y variantı. Keçək 70-ə. A variantında deyir ki, Lily and Sophia teach games to other students. Sophia and Lily hardadır? Like learning about indoor games. Teach oyunları öyrətməyi sevirlər. Belə bir şey yoxdur burada ümumiyyətlə. Deyir, onlar əsəbi olar, çünki heç vaxt oynamayıblar əvvəllər hər hansı bir oyunu. Burada amma deyir, öyrədirlər teach. Ümumiyyətlə teach sözü yoxdur orada. Lily and Sophia enjoy indoor. Orada nə deyir? Bax, indoor sözü var. Learning about indoor games. Deməli, cavab B-dir burada. C-də nə deyir? Lily and Sophia want to join the cooking club. Qoşulmaq istəyirlər, deyir cooking club-a. Burada their friends suggest them. Onların dostları təklif etdi. Amma onlar istəmədilər. But they don't want. Ona görə yanlışdır. Lily and Sophia can play all games very well. All varsa ümumiyyətlə yanlışdır. Lily and Sophia are already very good at cooking. Yaxşıdırlar deyir. İstəmirlər bu cookingi. Ümumiyyətlə cavab Y-də səhvdir. 71-ci suala keçək. Hi Sarah. Belə tiplilərdə baxın ki, Emily Sarah yazır. Yəni, başlıqlarda Sarah Emilia yox, Emilia Sarah yazır. Ona mütləq fikir vermək lazımdır. Emily Sarah deyir ki, necəsən və yaxud da baxaq, Sarah watched the cartoon. Sarah izlədi deyir. Baxaq görək, Sarah izlədi. Watch sözünü tapırıq. Hardadır? Burada. Watched. Və əgər yazan Emilydirsə, Emily özündən danışır. I stayed at home and watched a movie. Mən evdə qaldım. Deməli, bunu deyən Emilydir, Sarah deyil. Ona görə A yanlışdır. Emily went to the park. Baxaq, parka gedən kimdir? I went in the zoo with my family. Yenə də Emily danışır bundan. Emily parka gedib. We saw lions, monkeys, elephants. Keçək C-yə. Sarah stayed at home all day long. Sarah evdə qalıb. Sarahdan burada söhbət getmir ümumiyyətlə. Emily danışır. Ki, necəsən? Həftə sonu, deməli, mənim çox gözəl həftə sonum oldu. Bura getdim, ora getdim, onu etdim, bunu etdim. Emily visited her grandmother. Grandmother gedibmi onlara? Yəni, elə bir şey yazılmayıb. Onu da çıxırıq. Bütün gün evdə qalıb Sarah sözü də yanlışdır. Emily enjoyed the weekend a lot. Her weekend a lot. Burada, how are you? I had a great weekend. Deməli, zövq alıb Emily. Cavab Y-dir burada. B-dən park niyə olmadı? Çünki burada zoopark deyir. Park başqadır, hər parkda heyvan olmur axı. Ona görə yanlışdır burada B. Zoopark desəydi, zoo desəydi doğru olardı. Və cavab oldu Y variantı. Keçirik mətnimizə. Mətndə yenə də sualları mətndə axtaracağıq. Ümumiyyətlə, belə olanda paraqraflara bölmək lazımdır. Birinci paraqraf, ikinci paraqraf, üçüncü paraqraf və baxırsan ki, nədən danışır. Gözümə sataşır direkt
Paravichni, deməli, Paravisni, Derek, kimdir bu Derek baxaq. Pianist from England. Deməli, bu pianistdir, yəni piano çalan, söhbət ondan gedir. Mətn nə haqqındadır? Rahatlıqla tapacağıq biz. Mətn nə haqqındadır sualımız budur. The passages mainly about the difficulties. Çətinliklərdən yox. A popular musician with problems ola bilər. A music teacher who works with Derek. Derek ilə çalışır. Söhbət elə Derekdən gedir. A supporting charity concert. Konsertdən söhbət getmir. Educator who helps blind children. Kör insanlara edukatordan getmir. Problemlərlə dolu olan, problemləri olan məşhur musiqiçi olacaq çox güman cavab B variantı. Baxacağıq yenə. Baxaq görək doğrudumu? Biz B götürdük 73-də. He was born earlier than expected and caused some health problems. Problems deməli problemlərlə olan cavab ilə doğru götürmüşük deyərək. Keçək 72-ci suala. Mətni oxuyub vaxt itirmək lazım deyil. Sualları mətndə axtarın. Why is Derek called a musical genius? Musical genius sözünü axtarırıq, tez paragraflara baxırıq və mən ikinci paragrafda artıq onu gördüm. Musical genius. Nəyə görə onu adlandırıblar? Derek cannot see or read music, but he can play any pieces of music after hearing it just once. This ability is called being a musical genius. He remembers thousands of songs and plays them. Bu musical genius cümləsindən əvvəlki və sonraki fikirlərə baxırıq. Hansıdırsa onu götürürük. Baxıram orada variantlara. Because he plays only. Only varsa zaten bu yanlışdır. Because he teaches music to children. Çünki o şagirdlərə, uşaqlara musiqi öyrədir. Bu onu dahi etməz. Because he plays musical after hearing it once. Çünki bir dəfə eşitdikdən sonra onu çala bilir, saxlayaq. Because he can read music fast. Because he writes books about music. Baxaq C variantı orada verilibmi əvvəlində və sonrasında. Deməli, just once-dir. Elə o cümlədən əvvəl. Baxın, burada. After hearing is just once. Bir dəfə eşitdikdən sonra onu nə bilir? Çala bilir, ifa edə bilir. Bunu da tapdıq. Mətni haqqındadır tapdıq. 72-ni tapdıq. 74-də gələk. Bunları bir-bir axtarırsınız. 19-cu əsrdir, düzdür? Almaniya. Məkana baxırıq, tarixə baxırıq. 19-cu əsr Almaniyada doğulub deyir. Burada da nə deyir? 19-cu əsr. He was born 19-cu əsrdə doğulmayıb, 20-ci əsrdə doğulub. 19-cu əsr. Əslində 19-cu əsr sayılır. 1979. Harda doğulub? Derek is from England. He was born earlier than expected and this caused some problems. Mən bayaq çalışıb yuvarlaşdırıb deyirəm 20-ci əsr. 19-cu əsrdir. Və yanlışdır çünki Almaniyada doğulmayıb. Bunu çıxaq. He forgets music notes after hearing. Unutmurdu, əksinə xatırlayırdı və bir dəfəyə çalırdı, onu bayaq dedik. He has performed in many countries. His teacher supports him in daily activities. Cavab 3-4 olacaq, amma yenə də onun müəllimi onu dəstəkləyibmi? O cümləni axtaraq. Teacher supports daily activities. Bunlara baxacağıq. Teacher hardadır? Birinci paragrafda. Sürətli şəkildə gözünüz onu axtarmalıdır sözü. Üçüncü paragrafda deyir ki, burada music teacher var. He usually travels with his music teacher. He also helps him. Kömək edirsə deməli dəstəkləyir. Doğrudur. Bizə də elə doğru lazım idi. Burada da deyir with daily life. Doğrudur. 3-4 doğrudur. Gələk 75-ci suala. Although Derek is blind and has learning difficulties. Also yerinə so deyə bilər. Despite deyə bilər. In spite of. Derek is blind. Baxaq görək blind sözü hardaydı. Sürətli şəkildə gəzirik. Derek became blind and has learning difficulties. Baxın bu cümlədir. But he has a special talent. He is a truly musical genius. Special talent sözü hardaydı? Difficulties. He reads music very well. Deməli,
He is a mythology genius from a young age. Derek showed great interest in music. He started play at the age of 2, at the age of 9 in his first concert in London. Burada olacaq. Çətinliklərə baxmayaraq məşhur musiqiçi oldu. Cavab C olacaq burada. Bunu orada verilməsə də məntiqən tuturuq. A-da deyir ki, he reads music very well. Baxmayaraq, çətinliklərə baxmayaraq və kör olmasına baxmayaraq, o musiqini yaxşı oxuyur. He works as a music teacher. Yox. He became a famous musician. Məşhur musiqiçi olur. Cavab olacaq C. Bu gedir. Yazdifiq çətinliyi olur. Yox. Reads yox. İşləyir musiqi müəllim kimi yox. Cavab elə C. Keçək 76-da nədir? False və true-nu istəyir bizdən. He is a very good piano player. He reads musical notes when he plays. He had his first concert at the age of 9. He never helps charities. Never varsa bunu çıxaq. 9 yaşında konsert verib ilk konsertini. Burada var idi. At the age of 9. He performed in his first concert in London. He started playing the piano at the age of 2 and at the age of 9 he performed in his first concert in London. 3 doğrudur. He reads musical notes when he plays. He is a very good piano player. Bu bir düzdür. He reads musical notes when he plays. Yox, ondan əvvəl. Baxaq. But Derek cannot see or read music. Oxuya bilmirdi. Baxın, burada deyir ki, oxuya bilmirdi, görə bilmirdi. Görə bilmirsə, necə oxuyur? Cavab 2 yanlışdır. Cavab olur 1, 3, 1 və 3.